Bugün Zilqədə ayının sonuncu günü, 29-cu gecəsi Həzrəti İmam Muhammed Təqi əleyhissalamın şəhadət gecəsidir. İmam Muhammed Təqi kimi tanıdığımız 9-cu məsum imamımız İmam Cəvad olaraq da tanınır. Həm Təqi, həm Cəvad onun ləqəblərindəndir. İmam Cəvad hicrətin 195-ci ilində mübarək Rəcəb ayının 10-unda Mədinə şəhərində Həzrəti İmam Rıza əleyhissalamın evində dünyaya göz açıb və İmam Rızanın yeganə oğul övladıdır. Anası isə Həzrəti Səbikə xanımdır. Onu Reyhanə kimi də tarixdə adı keçir. O Peyğəmbərin xanımı Mariya Qibtiyyə ilə eyni kökdəndilər, eyni nəsildəndilər və əslən də Nubiyalıdır. Nubiya yəni indiki Misirin cənubu, Sudanın şimal bölgəsində bir ərazidir. Afrikalıdır yəni. Və imamların içində anası ki Afrikadandır, bir qədər qara buğdayı dəriyə malik olurlar. Nubiyalılar, Həbəşlər, Nubiyalılar, Qibtilər, onlar ərəblərə nisbətən daha çox rəngləri, dərilərinin rəngi qara olur. Nə çox qara deyirlər, nə çox ağ deyirlər. Ona görə də İmam Muhammed Təqi əleyhissalam görkəmində digər imamlara nisbətən bir qədər qarabəniz olub. Dərisinin rəngi bir qədər qarabəniz olur və hətta bir hədisdə, daha doğrusu bir hadisədə Bağdadın qazisi öz dostuna şikayət eləyəndə İmam Muhammed Təqini belə adlandırır. Deyir, bu qara məni biabır elədi. İmam Muhammed Təqiyə qara deyə xitab eləyir. Yəni, dərisinin rəngi ərəblərə nisbətən bir qədər qara olduğuna görə imama o cür xitab eləyir. Bəziləri də izah edirlər ki, yox, orada qara deməkdə məqsədi, yəni üzü qara olsun demək istəyib imama. Bu mənada deyir qara. Sadəcə mən görünüşü haqqında bir qədər təsəvvürünüz olsun deyə bunları danışdım. Künyəsi Əbu Cəfərdir və ləqəbləri isə Cəvad və Təqi. Bir neçə də ləqəbi olub, danışmaq istəmirəm onlar haqqında. Əsas iki ləqəbi ilə tanıyırıq, Cəvad və Təqi. Deyirlər ki, Təqi adlanmasının səbəbi, mən də sizə bunu demişəm ki, təqvalı olmasıdır. Allahdan qorxmasıdır. Və təqi sözünün bir mənası da təqvanın bir mənası qorunmaqdır. Yəni nədən qorunmaq? Günahdan qorunmaq. İmam təqi idi, yəni günahdan qorunan idi. Amma imama məhz təqi ləqəbinin təqvalı olduğuna görə verilməsinin özünü də səhv hesab eləyənlər var. Deyirlər ki, imama təqi ləqəbi təqvalı olduğuna görə verilməyib. Bütün imamlar təqvalı idilər. Hamısı təqva əhli idi. Yəni imama təqvalı olduğuna görə təqi deyilməyib. Onun Allah tərəfindən bir yerdə qorunduğuna görə ona təqi ləqəbin veriblər. O hansı yerdir? O bu yerdir. Bax, yadda saxlayaq, bir tarixi hadisə danışacağım sizə. İmamın həyat yoldaşlarından biri Ümmü Fəzl adında bir xanım idi və Əbbasi hökümdarı, Əbbasi xəlifəsi olan Məmun Abdullahın qızı idi. Məmun Abdullah lənətullah da İmam Rıza əleyhissalamı şəhid eləyəndən sonra öz qızı Ümmü Fəzli İmam Muhammed Təqi ilə məcburən evləndirir ki, bir neçə məqsəd üçün. Birinci, İmam Muhammed Təqinin və ümumən Əhl-i Beyt ailəsinin evinin içindən qızı vasitəsilə xəbər tutsun. Yəni qızını bir kəşfiyyatçı olaraq həmin ailəyə göndərir. Bir. İki. İmamın o qızdan övladı olsun və imamət xanədanı, imamət ailəsi bunun qızının da nəslindən davam eləsin və bu imaməti kontrol eləyə bilsin. Da nəvəsi imam olsun və nəvəsi imam olandan sonra Əbbasiləri artıq həmin o ailəni idarə eləmək rahat olacaq.
Bu bir neçə səbəbə görə, həm də bir səbəb də bu idi ki, şiyyələrin arasında öz nüfuzunu gücləndirsin Məmun Abdullah və şiyyə qiyamlarının qarşısını alsın. Vermişdi qızını İmam Muhammed Təqi əleyhissalama və bir gün həmən qız görür ki, bir xanım gəlib evlərinə. İmam da bilirsiniz bir neçə dəfə Bağdada imamı gətirib qaytarıblar. Birinci dəfədə Məmun Abdullah gətirib imamı Bağdada, Mədnədən. Bağdada gətirir imamı, qonaq saxlamaq adı ilə nəzarət altında saxlayırdı imamı və bu zaman İmam Muhammed Təqinin həyat yoldaşlarından bir nəfər gəlir çıxır ora. Gəlir imamın evinə. Bu xanım Ümmü Fəzil, xəlifə qızı. Çıxır qarşılayır, onu deyir, sən kimsən? Deyir ki, bəs mən filan kəsəm, özünü tanıtdırır, filan nəsildənəm. Əmmar Yasirin nəslindəndir. Peyğəmbərin səhabəsi olub, ata-anası ilk İslamın şəhidlərindəndir ya, bu həmin o Yasir. Yasirin oğlu Əmmar. Əmmar ibn Yasirin nəslindən olan bir xanım idi, çox təqvalı bir xanım idi, fəzilətli, iman dolu bir xanım idi. Deyir, gəlmişdi və deyəndə ki, mən Əbu Cəfərin, yəni İmam Muhammed Təqinin xanımıyam, deyir, içimdə ona qarşı bir paxıllıq baş qaldırdı. İstədim orada ona xətər toxundurum. Qadın qadını döymək istəyirmiş. Deyir, özümü güclə toparladım, şeytana lənət oxudum və ona hədiyyə verərək hirsimi belə soyutdum. Amma hirsim soyumadı. Mən özümə sığışdıra bilmirdim ki, imam məndən başqa bir xanımla ailə qursun. Və gecə ilə gəlib özümü atamın sarayında atama çatdırdım, Məmun Abdullaha. O da deyir, içmişdi, çox sərxoş idi və elə vəziyyətdə ona dedim ki, bəs sənin kürəkənin başqa bir xanım alıb, həmin xanım da bugün bizim evə köçüb. Atam deyir, qalxdı ayağa, sərxoş halda, qılıncın çəkdi, dedi ki, and olsun Allaha, bu dəqiqə ilə gödüb onu doğrayıb öldürəcəm. İmam Muhammed Təqi əleyhissalamı. Deyir, mən onda deyir, başladım üzümə gözümə vurmağa ki, mən neynədim, indi bu sərxoşdur, bunu saxlaya bilməyəcək, bu doğrudan da öldürər. Və deyir, qapıları açaraq əmr elədi ki, bütün sarayın qapılarını açsınlar və düz bizim qaldığımız evə qədər gəldi. İndi saray kompleksi, hamısı bir yerdə yaşayırlar. Biri üçün burada saray tikiblər, birisi üçün burada. Gəldi, deyir, çatdı İmam Muhammed Təqi yatan otağa, qapısını açdı. Gördüm ki, yoldaşım İmam Muhammed Təqi yatıb və əbasın, yəni örtüyü də üzərinə çəkib və deyir, elə həmin halda qılıncı qaldıraraq imama bir neçə dəfə zərbə indirdi. Və gözümüzün qabağında imamın bədənini bir neçə tikəyə böldü. Parçaladı imamın bədənini. Və deyir, bu səhnə qarşısında mən pis oldum, vay-şüvən salsam da atam mənə qulaq asmırdı və nəhayət atam qayıtdı, çıxdı, getdi öz evinə. Mən də deyir, çox pis bir halda imamın yanına daxil ola bilmirəm və ara sakitləşəndən sonra səhəri gün gəldim atamın yanına, səhərə qədər yata bilməmişəm, dedim, ata, xəbərin olub, sən dünən neynədin? Dedim, neynəmişəm ki? Dedim, bəs qılıncı götürdüm, belə hadisə baş verdi, İmam Muhammed Təqiyə belə zərbə endirdin. Deyir, atam düşdü bir pis vəziyyətə. Dedi, sən də danışdın, mümkün deyil belə bir şey. Deyir, o da başına vura-vura, mən də başımıza vura-vura. Dedi, bir nəfəri göndərdi imamın otağına ki, ged gör vəziyyəti necədir, bəlkə yaralanıb, sağ qalıb. Deyir, o şəxs gəldi, dedi ki, mən getdim, gördüm ki, imam sağlamdır, durub, dişlərin yuyur. Səhər təmizliyi ilə məşğuldur. Və deyir, düşündüm, yəqin vurduğun qılınc zərbələri sərxoş olmusan, ona tam dəyməyib, ola bilsin bədənini kəsib eləyib. Deyir, amma dedim ki, ağa, mən gəlmişəm paltarınızı təbərrük olaraq sizdən almağa. Onlar əyninizdəki paltarı mənə verəsiniz. Deyir, imam əynindəki paltarı çıxardım, mənə verəndə diqqət elədim qoluna, sinəsinə, kürəyinə. Gördüm, heç bir qılınc izi yoxdur, bir cızıq yoxdur, bir kəsik yoxdur. Və deyir, qayıtdım, gəldim, Həzrəti İmam Muhammed Təqidən xəbər verim sizə ki, mən onu belə görmüşəm. Xəlifə deyir ki, ona durun özümüz gedək. Xəlifə, qızı və digər əyən-əşrəf gəlirlər, görürlər, doğrudan da imam sağdır. Və imamdan bunun səbəbi soruşulanda, imam xəlifəni görən kimi deyir ki, mən sənə nə etmişdim ki, dünən mənə qarşı o cür rəftar elədin? Xəlifə deyir ki,
peşmançılığını bildirir və hətta əmr eləyir ki, imama külli miqdar pul ehsan eləsinlər. Külli miqdar, 24 min dinar yazılır, ya 25 min dinar imama pul hədiyyə eləyir xəlifə və imam da təbii ki, onu Əhl-i Beyt dostlarının, imkansız insanların arasında bölüşdürür. Sözüm onda deyil. Bu hadisədə imamdan sual verirlər ki, axı siz necə oldu ki, belə bir hal baş verir? Doğrudan mı o sizi vurmuşdu? Deyir, bəli, vurdu. Deyir, bəs yaxşı, onun zərbələri sizi niyə kəsmədi? İmam buyurur, Allah vəd edib ki, məni bir yerdə qorusun. Mən orada ölməməli idim. Məgər bilmirsinizmi ki, bizdə bir şey var ki, o bizi qoruyar. O İmam Muhammed Təqinin hirzi deyirlər. Eşitmişsiniz, duadır. İmam Muhammed Təqinin hirzi. Hirz yəni zireh duası deyirlər ona. Həmin duanı yazıb üstündə gəzdirəndə və s. rəvayətlər var, hədislər var onun haqqında ki, o dua insanı qoruyur. Təbii şərtləri var. Sən Allahın əmrinə boyun əymə, üstündən 100 dənə dua gəzdirginən o dua sənə nə kömək eləyəcək? Söhbət burada şərtlərlə əlaqəli gedir, şərtlərini riayət eləmək şərti ilə və hətta o duanı İmam Muhammed Təqi Məmun Abdullaha da öyrədib. Məmun Abdullaha da başa salıb, o nədir, necə eləsən qoruna bilərsən, nəyə yazsın. Hətta o yazılmış duanı üstüvə qoyanda müəyyən namazlar var, gərək onları qılasan, dəst namazda olasan və s. və ilə axır. Şərtləri var. İmam Muhammed Təqi həmin hirz onun üzərində olub həmən gecə və o qılınclar İmam Muhammed Təqi əleyhissalama təsir eləməyib. Belə yazırlar tarixdə ki, imam heç bir xəsarətsiz o gecədən qurtulur və Allahın təqdiri bu olur ki, həmən gecə İmam Muhammed Təqi əleyhissalam şəhid olmasın və Allahın bir möcüzəsini onlara göstərsin. Və bu səbəb olur ki, Məmun Abdullah kimi bir alçaq adam ki, İmam Rızanı qətl eləyib, o İmam Muhammed Təqini öldürməkdən qorxur artıq. Və İmam Muhammed Təqi, Məmun Abdullah özü ölən günə qədər, cəhənnəmə gedən günə qədər Məmun İmam Muhammed Təqini öldürmək fikrinə daha düşmür. Ümumiyyətcə bu fikri özünə yaxın buraxmır. O gecədən sonra hətta yazırlar ki, şərab içməyə özünə tövbə eləyir. O gündən sonra ömrünün sonuna qədər də şərab içmir. Halbuki hər gecə şərab içərmiş. Və onun Təqi adlanması da bax bu mənadadır. Təqi yəni qorunan, Allah tərəfindən qorunan bir insan. Cavad olmasının səbəbi isə, Cavad adlanmasının səbəbi isə bu olub ki, deyirlər, Cavad yəni səxavətli deməkdir. Amma İmam Muhammed Təqi əleyhissalam başqa imamlar kimi, məsələn İmam Həsən, İmam Əli, İmam Hüseyn kimi azadlığı və sərbəstliyi olmayıb ki, səxavət də eləsin. Yəni evində də nəzarət altında olub, ömrü də az olub, İmam Həsən kimi qapısında məsələn hər gün yüzlərlə insan üçün süfrə aça bilməyib. İmamdan bu hallar, bu hadisələr çox nəql olunmayıb onun haqqında belə şeylər. Və belə olan halda niyə məhz imama İmam Cavad, yəni səxavət sahibi deyilib? Yadınızda qalsın, onun da bir şərti budur ki, İmam Cavad səxavətli olduğuna görə Cavad adlanmayıb. İmam Cavad Allahın səxavətinin nümunəsidir deyə Cavad adlanır. Başa düşdünüz? Yəni imamət ailəsi, imamlar, Əhl-i Beyt Allahın nə qədər səxavətli olmasının isbatıdır. Onlara baxanda biz deyirik ki, ilahi sən nə qədər səxavətlisən ki, İmam Hüseyn kimi bir insanı imam vermisən bizə. İmam Əlini imam vermisən. İmam Rızanı imam vermisən. İmamlar özləri Allahın səxavətinin ayəsidir, nişanəsidir deyə İmam Cavad da yəni səxavət nişanəsi kimi Cavad adlanıb. Bu izah mənə elə gəlir ki, kifayət eləyər sizə və imam tarixdə ən az yaşayan imamımızdır, cəmi 25 il ömür sürüb və ən tez imamətə də çatan imamdır, Həzrət İmam Zaman istisna. İmam Muhammed Təqi əleyhissalam 8 yaşında olarkən, onun oğlu da tez çatıb imamətə, amma özü qədər deyil. Özü oğlundan da tez yaşında imamətə çatıb İmam Muhammed Təqi əleyhissalam. 8 bəzi tarixlər yazır, 9 yaşında imam təyin olunur və imam təyin olunandan sonra da başqa bir çətinlik başlayır onun üçün. Və şiyyələrin çoxsu, Əhl-i Beyt tərəfdarlarının çoxsu şübhəyə düşürlər
Ki bu doğrudan da bu uşaq yaşında olan bir adam bizə imamət eləyə biləcək, bu doğrudan da imamdırmı və s. və ilaxır. Hətta yazırlar bir məclisdə ki, ona məclislərin birində, yəni bir neçə gün gedib də məclis, imamı dəvət eləyiblər, ona sual vermək üçün ki, görək bu imamdır ya yox. Deyir, o dəvətin içində 9 yaşında uşağa. İndi biz uşaq deyirik, əslində imamlar uşaq kimi nəzərdə tutulmamalıdır. Onların 8 yaşındakı ilə 40 yaşındakının fərqi yoxdur. Deyir, 8 yaşında olan imama 30.000 sual verilir. 30.000 və onların hamısına dəqiqliyi ilə imam cavab verib, o silsilə məclislərdə. Siz təsəvvür edin, bir 8 yaşında insana cavab verib və onların hamısına cavab verib. Onlara toxunsaq, imamın elmi mübahisələri, elmi bəhsləri haqqında çoxlu hədislərimiz var. Mən onlara toxunmuram, şəhadət gecəsi olduğuna görə əsas şəhadətinə diqqət eləyəcəyik. Və İmam Muhammed Təqi əleyhissalamın imamət dövrü və həyatı 2 zalım Əbbasi xəlifəsinin dövrünə təsadüf eləyir. Biri atasının qatili Məmun Abdullah lənətullah, digəri isə özünün qatili Mötəsim Billah lənətullah. İmamın qatilinin adı Mötəsimdir. Mötəsim sözünün mənası bilirsiniz nə olub? Yəni ipdən möhkəm yapışan, Allah ipindən möhkəm yapışan. Bu mənada ona Mötəsim Billah, Allahın ipindən möhkəm yapışan, amma Allahın ipindən hamıdan uzaq adam olub. Allaha əlaqəsiz bir insan idi. Dinlə, Allahla, Qur'anla, baxmayaraq ki, zahirən yalandan dindarlıq eləyirdilər. Və hətta o qədər pozğun adam olub ki, üzr istəyirəm, onun haqqında bir tarixi faktı deyim sizə, onun Əcib adında bir qulu olub, xidmətçisi, qara, zənci, ona aşıq olunmuş. Başa düşdünüz də ki, nə tip insan idi bu? Həmin Mötəsim Billah və Babəkin də qatilidir. Azərbaycanımızın tarixi qəhrəmanlarından olan Babəkin də Samirə şəhərində doğranmasını əmr eləyən də məhz Mötəsim Billahdır. Və əxlaq baxımından da pozğun idi, dövləti də düzgün idarə eləyə bilmirdi, savadsız bir adam idi, amma hiləgər idi. Çox hiləgər adam olub, amma savadsız idi, avam adam olub, yəni savad baxımından, elmi baxımdan və İmam Cavad da onun dövründə cəmi 2 il yaşayıb. Hakimiyyətə gələndən 2 il sonra imamı şəhid eləyir. Və İmam Muhammed Təqinin Mədinədə yaşaması Mötəsimi narahat eləyirdi. Mötəsim hakimiyyətə gələndən sonra əmr eləyir ki, 1 il keçəndən sonra hakimiyyətindən, deyir ki, gedin Mədinədən Əli ibn Musa Rizanın oğlunu, Muhammed ibn Əlini gətirin, gəlin Bağdada, gözümün qabağına. İstəyirəm ki, mən onunla birgə yaşayım, o gözümün qabağında olsun. Qorxuram ki, Mədinədə bizim gözümüzdən uzaq qalar, bizim əleyhimizə təbliğata başlayar, insanları çaşdırar və s. və ilaxır. Gedirlər böyük bir dəstə ilə İmam Muhammed Təqi əleyhissalamı ailəsi ilə birgə gətirib gəlirlər Bağdad şəhərinə. Və İmam Bağdada daxil olanda Muharrəm ayının son günləri idi. Muharrəmin çıxmasına 2 gün qalmışdı. Gəlir Bağdada və 10 ay, Muharrəmdən bu yana 10 ay keçir. Zilqədə ayına qədər İmam Muhammed Təqi əleyhissalam yaşayır Bağdadda, Mötəsimin sarayının yaxınlığında, onun nəzarəti altında. Və hicrətin 20-ci ilində, 220-ci ilində Mötəsim Billah artıq imamı öldürmək üçün bir fikrə düşür və sual verirəm sizə, niyə bəs fikrə düşür öldürmək üçün? Nə səbəb olur? Qoy izah edeyim sizə, biləsiz ki, paxıllıq nə boyda bir fəlakətdir. Deməli, Bağdadın bir dənə qazisi var idi, Axundu qazisi, baş mollası, baş alimi, nədir deyiriksə deyə də, yəni Bağdad ruhanilərinin lideri var idi bir nəfər. Adı bu Lənətullahın İbn Əbu Davud idi. Bu bir gün məclisdə oturur, xəlifənin hüzurunda elmi məclis qurulur, Mötəsimin və bir nəfər oğrunu gətirirlər, deyirlər, bu oğurluq edib, buna cəzanı necə verməliyik? Bu deyir ki, əli biləkdən kəsilməlidir. Niyə? Deyir, çünki Quran ayəsi var ki, təyəmmüm alandakı əlvizi ki, biləyin əlvizə qədər torbağa vurursunuz, deməli, əl bu biləngə qədər olan hissədir, biləkdən kəsilməlidir. Biri deyir, dirsəkdən kəsilməlidir, deyir, bəs sənin sübutun nədir? Deyir ki, dəstəmaz alandakı dirsək məsələsi var, gərək dirsən. İmama söz verirlər. İmam deyir ki,
verdilər də fətva. İmam bir söz demək istəmir, təkid eləyirlər. Çünki imam bilir axı ki, biraz elmini göstərsə bunların yanında paxıllıq düşəcək bunların canına. İmam deyir ki, xeyr, nə dirsəkdən kəsilməlidir, nə biləkdən kəsilməlidir. Deyirlər, sübutun nədir? Deyir, Qurani Kərimdə Allah insanın ovucunun içini ki, səcdə halındakı yerə qoyuruq, bu ovucumuzun içi vacibdir, yerə dəyməli. Barmaqlar yuxarı qalxsa da olar, amma əsas bu ovucun içi mütləq yerə toxunmalıdır. Deyir, bu ovucun içini özünə aid bilir. Yəni, bu Allahın səcdə üzvüdür, Allaha məxsusdur. Səcdə üzvləri Allahındır, Allaha məxsusdur. Sizə deyir, kim icazə verir ki, Allaha məxsus olan səcdə üzvünü kəsəsiz? O tutar ki, sabah tövbə eləsə, namaz qılsa, namaz halındakı nöqsan yaranacaq səcdəsinə, ona görə bunu kəsmək olmaz. Ancaq 4 barmağın kəsməlisiniz oğrunun. Bu, xəlifənin xoşuna gəlir, deyir, hə, həqiqətən də düz deyirsən, ağlabatan söz deyirsən, səcdə üzvünü insan kəsə bilməz, çünki Allah onu özünə nisbət verir və s. və ilaxır. Hadisədən bir neçə saat keçmiş, həmin bu İbn Əbu Davud qaçır, gəlir dostunun yanına. Əvvəldə sizə bir söz danışdım, bir rəvayət ki, imamı qara adlandırır. Dostu görür ki, bunun bir halı var ki, bu özündə deyil. Deyir, sənə nə olub? Deyir, kaş mən bugünü görməyəydim, kaş mən öləydim, kaş belə olaydı, özün söyür. Niyə? Deyir ki, görmədin ki, o qara İmam Muhammed Təqi nəzərdə tutur. Məclisdə mənə necə rüsva elədi? Mən fətvanı, mən boyda qazi, mən belə, mən nə bilim, mən 50 ilin müştehidi, 40 ilin nəyi. Söz dedim, cavan bir adam, 25 yaşında bir adam durdu mənə dedi ki, bəs sən, mənə demədi ya, dedi ki, fətva budur. Xəlifə də onun sözünü qəbul elədi. İndi mən bilərəm o ilə neyniyərəm. Və dərhal gəlir, səhərsi günü çatdırır özünü xəlifənin yanına. Deyir ki, xəlifəyə, sözünə baxın, bu şeytanın vəsvəsəsinə baxın bir dənə xəlifəni. Deyir ki, xəlifə sağ olsun, siz dünən bir iş gördünüz ki, bugün bütün Bağdad cəmaatı danışır hər yerdə ki, xəlifə dövləti idarə eləyə bilmir. Damarından girir. Bir xəlifə üçün ya söydün onu, ya ona dedin ki, sən dövlət idarə. Bir kişiyə qeyb desən ki, sən ailəyi idarə eləyənməzsən. O söyüşdən pisdir də bir kişiyə. Düz. Xəlifəyə də deyəsən ki, sən dövlət idarə eləyə bilmirsən, bu söyüşdən pisdir. Bu qəzəblənir, deyir, cəmaata nə səbəb olub, nə olub ki, mənim haqqımda elə fikirləşirlər? Deyir ki, necə olur, dünənləri siz o boyda cəmaatın huzurunda bir cavan adamın çıxartdığı şəriət hökmünü düz hesab elədiniz. Həmin cavanda Bəni Haşimdən idi, Əli balası idi. Sizin kimi Əbbasi sülaləsinin xəlifəsinə yaraşmaz ki, Əli nəvəsinin, Əli balasının sözün düz qəbul eləsin. Və bu işi üzdən də bütün cəmaat sizə nifrət eləyir. Cəmaat nifrət eləmir, bu düzdür qoşur xəlifə üçün. Xəlifə də dediyim kimi savadsız, başı çıxmır çox şeydən, ancaq əyyaşlıq, pozğunluq onu bunu bilir, əsəbləşir, bilir axı xəlifənin damarı nədir, belə əsəbi xəstə adamları idarə eləmək rahat olur da. Əsəbləşdirir xəlifəni, xəlifə deyir ki, onda neyniyək? Deyir ki, xəlifə sağ olsun, mən sizin işinizə qarışa bilmərəm ki. Deyir, onda bir şərti var, bir çıxış yolu var. Əbu Cəfəri aradan götürməliyik. Yəni, İmam Muhammed Təqini öldürməliyik. Amma xəlifə başa düşürdü ki, İmam Muhammed Təqini öldürmək elə-belə də asan deyil. Aşkar şəkildə onu eləsə, bütün Ələvilər ona qarşı çıxa bilər, Əhl-i-Beyt tərəfdarları ona qarşı çıxa bilərlər və yeni problem yaranar. Çünki Möhtəsim Lənətullahın dövründə kifayət qədər üsyan çox idi. Ərəb xilafətinə qarşı, Ərəb xilafətinin hər yerində üsyan baş qaldırmışdı, hər yerdə bir cür çaxnaşma var idi, gərginlik var idi və əlavə gərginliyi də istəmirdi Möhtəsim. Zaten Babəkin qiyamı bir tərəfdən xilafət zəifləyirdi, türklərin hakimiyyəti, xilafət sarayındakı türklərin nüfuzu önə keçirdi. Çünki Möhtəsimin anasının özü də türk idi, Möhtəsim Billahın milliyyət etibarı ilə. Və buna görə də bu qarma-qarışıq dövrdə Möhtəsim Billah istəmir əlavə özünə problem yaratsın. Ona görə fikirləşir ki, hansı variantla imamı şəhid eləyə bilərəm? Ağlına gəlir ki, imamın öz evində bizim nəslimizin nümayəndəsi var. Ummu Fəzil, imamın xanımı və onun öz vasitəsi ilə də imamı şəhid eləmək lazımdır. Niyə məhz onu seçir? Çünki 3 səbəb var idi. Bir səbəb bu idi ki, imam yoldaşı olsa da, neçə il imamla yaşasa da, imamdan təsirlənməmişdi.
İmamın Möhtəsim çağırır onu ki, baxsın görsün bu imamın xasiyyətin, Əhlibeyt ailəsinin xasiyyətini götürüb görür, elə özünkilər kimidir. Yəni nə xasiyyəti dəyişib, nə rəftarı dəyişib. Elə saray qızıdır, xəlifə qızıdır. Əbbasilər özlərini necə aparırlarsa bu da elə aparır. Onda deyir ki, hə, şükür Allaha ki, özlüyündə şükür eləyir ki, bu qızımız gedib Əhlibeyt ailəsinin evində onlara bənzəmədi. Onlar kimi insaflı olmadı, həyalı olmadı, abırlı olmadı. Bir başqa cür böyüdü bizi kimi. Birinci səbəb bu idi. Həmin xanım imamdan təsirlənməmişdi. İkinci səbəb bu idi ki, o paxıl və kinli idi. Dediyim kimi, imamın aldığı başqa xanımlara görə imama paxıllıq eləyirdi, o xanımlara paxıllıq eləyirdi və imama kin bəsləyirdi. Öz yoldaşına nifrət eləyirdi ki, sən gedib ikinci, üçüncü xanım almısan. Səbəbi də bu idi ki, İmam Cavadın ondan övladı dünyaya gəlməmişdi. Övladı olan İmam Hadi əleyhissalam başqa qadından dünyaya gəlmişdi. Bu da paxıllıq eləyirdi həmin xanıma və imamın özünə də kin bəsləyirdi. Və bu xüsusiyyətlərə görə o İmam Cavad əleyhissalam həm də İmam Cavada hörmətsizlik eləyən bir xanım olub. Bunu da sizə deyim. İmamın hörmətini qoruya bilmirdi çox yerdə. İmam kimi rəftar eləmirdi onunla. Və təkcə o xanım rəftar eləməyib imamla hörmətsiz. Həm də o dövrdə saray adamlarından da bəziləri Məmunun, Möhtəsimin tapşırığı ilə İmam Muhammed Təqi ilə hörmətsiz rəftar eləyirdilər. Onu harda görürdülərsə çalışırdılar aşağılasınlar, ona hörmətsiz sözlər desinlər. Bir nümunə danışım sizə. Muhammed İbn Səna nəql eləyir ki, İmam Hadi əleyhissalamın yanına gəldim, İmam Cavadın oğlu. İmam Cavad artıq şəhid olmuşdu. İmam Hadinin yanına gəldim və gördüm ki, imam sözlü adama oxşayır. Deyir, mənim halımı gördü, mən sevinə-sevinə imamın yanına gəlirəm, bir şad xəbəri ona deyəcəm. Mənimdir bu halımı görəndə İmam Cavad, İmam Hadi məndən soruşdu ki, nə baş verib? Mən dedim ki, ya Mövla, Əhlibeyt ailəsinin sevincinə səbəb olan bir hadisə baş verib. İmam deyir, bu sözümü eşidən kimi mənə dedi. Dedi ki, deyəsən, biz Əhlibeytin düşmənlərindən biri dünyadan da köçüb, biri cəhənnəmə vasıl olub. Dedim, ağa, bəli, Ömər ibn Fərəc öldü. Deyir, imam bu sözü eşidəndə 24 dəfə dedi ki, ilahi sənə şükür olsun onu öldürdüyünə görə. İlahi sənə şükür olsun onu qətl elədiyinə görə. Bu şükrü 24 dəfə imam təkrar elədi və sonra deyir, mən buyurdum ki, ağa, bu qədər ona nifrət etməyimizin səbəbi nədir? Dedi, heç bilirsənmi o lənətullah mənim atam İmam Cavada nə deyib? İmam Muhammed Təqiyə. Deyir, bir gün bir məclisdə oturmuşdular. Bu bir söz dedi, səhv söz dedi. İmam onun səhvini düzəltdi. Başqa bir söz dedi. Bu gördü ki, imamın sözü çox üstün sözdür. İmam daha yaxşı söz dedi. Qayıtdıdır o qədər cəmaatın içində dedi ki, deyəsən sən içmisən, ha, sərxoşsan. İmama dedi ki, sən sərxoşsan deyəsən. Görün təsəvvürlə, bu imam üçün nə deməkdir bu? Deyir, onda gördüm ki, atam belə dua elədi. Dedi, ilahi, özün şahidsən ki, mən günüzləri orucam, gecələri namaz qılıram. İlahi, özün şahidsən ki, onun dediyi şey mənim qanıma, ətimə qarışmayıb. İlahi, səndən bir şey istəyirəm. Onu yoxsulluq içində öldür. Və öz vətənindən uzaqda öldür. İmam bir neçə ona nifrin eləyir, bəddua eləyir və doğrudan da elə olur. Həqiqətən də həmin şəxs yoxsullaşır və əsir düşür, əsirlikdə də ölür. Və bu adam. İmam Muhammed Təqi əleyhissalamın duası onun barəsində yerinə yetir. Və belə bir adamlar çox idi İmam Muhammed Təqiyə sataşanlar, ona pis söz deyənlər, ona ələ salanlar. Bunu danışıram ki, təsəvvürünüzdə formalaşsın ki, İmam həmin dövrdə necə alçaq adamların əhatəsində yaşayırdı. Və nəhayət Möhtəsim billah qızı çağırır yanına, öz qardaşı qızını, Məmunun qızı Ümmü Fəzli çağırır, deyir ki, belə bir iş görmək istəyirəm, razısan? Həmən qız da imama qarşı, həmən xanım da imama qarşı kinli olduğuna görə xanım məsələsində deyir, razıyam. Qərara gəlirlər, bir neçə tarix şey yazır, ikisini deyəcəm. Deyirlər, ya kişmişi, ya üzümü zəhərə batırırlar, iynəni zəhərləyirlər, salırlar kişmişin ya üzümün içinə, bu cür zəhəri
köçürdülər həmin o kişmişə üzümə. Bir dəstə də deyir şərbət halında zəhər idi, fərq etməz. Daha gözəl, uyğun variant üzümün içində zəhərin olmasıdır. İmama yemək gətirir Ümmü Fəzil. Gətirir qoyur imamın otağında, bilir ki imam kişmiş yeməyi çox sevir, üzüm yeməyi çox sevir, onu gətirir və imam o kişmişdən yeyəndən sonra Ümmü Fəzil başlayır ağlamağa, özünü saxlaya bilmir. İmam deyir, niyə ağlayırsan? Davamında imam buyurur, başa düşür neyniyib? Davamında buyurur, deyir, and ol Allaha, səni aradan qalxmayacaq yoxsulluq və gizlədilməsi mümkün olmayan xəstəliyə Allah düçar eləyəcək. Elə günə düşəcəksən ki, aradan qalxmayacaq, yoxsul olacaqsan və gizlədilməsi mümkün olmayan xəstəliyə düşəcəksən. Həmin xanım İmam Cavadı öldürəndən sonra bir vəziyyətə düşür, bir xəstəliyə düşür. Əmsi də ondan üz döndərir, öz əyan əşrəf də üz döndərir ondan o xəstəliyinə görə. Elə bir iyrənc xəstəlik tutur onu ki, düzamı idi, ya nə idisə bir başqa bir xəstəlik. Bütün var dövlətin xəstəliyə görə xərcləyir, amma sağalmır. O həddə çatır ki, deyir, Bağdad cəmaatı yazıqları gəlirdi, acından ölməsin deyə onun qabağına, heyvanın qabağına atılan sürsümüyü verərmişlər. Ya ona çörək qırıntısı verərmişlər, ölməsin acından. Bax, həmin vəziyyətə düşür imamın qarğışına görə, imamın bədduasına görə, həmin xanım. Bu elə bilir ki, imamı öldürüb ağ günə çıxacaq. İmam Həsənin də yoldaşın, yəqin başına gələni bilirsiniz ki, onu öldürəndən sonra vəziyyəti nə oldu? İmam Muhammed Təqini zəhərləyəndən sonra bu məlunə, indi ki peşmansan, tutaq ki, ağlayırsan ki, imamı öldürdün, amma yox, məsələ belə deyil. O istəmir, axı, Möhtəsim demişdi ona ki, elə ki, imam dostlarına, tərəfdarlarına deyə bilməsin, ha, biz onu zəhərlədik. Sonra neyniyir? Deyir, imamı zəhərlədiyindən sonra imam gün yarım, daha doğrusu yarım gün o zəhərin təsirindən can verir, yarım gün. 12 saat mı deyək, 15 saat mı deyək, o 12-15 saatın içində imama bir susuzluq gəlir ki, deyir, bu məlunə əmr eləyir ki, imamın otağını arxadan bağlayın, heç kimdən görüşə bilməsin, nə yanına gedin, nə o otaqdan çıxa bilməsin. Deyir, imam o otağın içərisində susuz halda can verir. Zəhərin təsirindən bir qurtum ona su vermədikləri halda canını tapşırır və bir neçə gündən sonra əmr verir ki, gedin otağın qapısını açın, görün necədir halı. Açıb görürlər ki, imam torpağı cızdığı halda şəhid olub. Susuzluğun təsirindəndir imamın torpağı cızması haqqında da bəzi rəvayətlərdə var ki, o qədər imam can verəndə susuzluqdan əziyyət çəkinmiş ki, ayağı ilə, əli ilə torpağın üzərində, yəni qaldığı yerində döşəmə idi, nə idi, hər halda deyirdilər, imam o torpağı da cızmışdı öz əlləri ilə. Belə bir halda şəhid eləyiblər İmam Muhammed Təqini və şəhid eləyəndən sonra da deyirlər ki, göstəriş verir ki, onun cənazəsi bu evdən çıxsa, qorxuruq ki, tərəfdarları üsyan çıxardar, qaldırın qoyun evin üzərinə ki, gün dəysin onun cənazəsinə, cəsədi belə-belə çürüyüb aradan getsin və qaldırıb qoyurlar sarayın damında bir yerə, görürlər ki, o qədər Bağdadın üzərində, o sarayın üzərinə quş gəlir, toplaşır ki, günün şüasının qabağını alır. Həmin o quşların. Həm də Allahın bir inayəti olur ki, o quşların vasitəsilə bütün Bağdad cəmaatının fikri yönənir saraya ki, görəsən orada nə baş verib ki, minlərlə quş toplaşıb eyni yerdən tərpənmirlər. Nəhayət məcbur qalıb imamın öldüyünü xəbər verirlər insanlara və güya öz əcəli ilə vəfat eləyibmiş kimi deyirlər və bir hədis nəql edirlər ki, İmam Hadi əleyhissalam həmin vaxt Mədinədə imiş. 8-9 yaşında, 10 yaşında imam, hələ atası vəfat eləməyib, Mədinədədir, imamla gəlməmişdi o Bağdada. Deyir, müəllimi danışır ki, bir anın içində gördüm ki, İmam Hadi qalxdı ayağa və dedi ki, İnna lillahi və inna aleyhi raciun. Və əlində deyir, yazı lövhəsi var idi, da nəsə yazırdı. Onu deyir, atdı yerə, dedi ki, müəllim, mənə icazə verirsən, mən dərsimi gəlib sənə, imama dərs deyirmiş güya. Bunu xəlifə özü tapşırıb. Yəqinsə İmam Hadi haqqında danışanda demişəm. Bir müəllim vermişdilər ki, güya imama dərs desin. Deyir, atdı əlindən yerə, keçdi otağa. Mən də deyir, narahat halda bunun ardınca gedəndə gördüm bir xidmətçi dedi ki, qapıdan içəri daxil oldu və dedi ki, heç kimə icazə verməyin, gəlsin. Mən deyir, gözlədim. Bir neçə dəqiqəmi, saatmı, nə qədərsə keçdi. İmam daxil olduğu qapıdan da gəldi. Və gələndə gördüm, halı çox pisdir. Və dedi ki, doğrudan da bildiyim düz çıxdı, atam şəhid oldu.
Dedim, bəs siz ora niyə daxil oldunuz? Dedim, əgər bilmirsənmi ki, biz məsumlar, biz yəni Əhl-i-Beyt ailəsinin imamları vəfat eləyəndə onlara qüslü bizdən başqası, məsumdan başqası verə bilməz və namazın bizdən başqası qıla bilməz. Ona görə gedib atamın qüslünü verdim, namazını qılıb qayıtdım. Və deyir, bu hadisədə də mən başa düşdüm ki, və bir neçə həftə sonra Mədinəyə xəbər gəldi ki, çünki o vaxt çaparlar xəbəri gətirənə qədər bir neçə həftə çəkərdi. Xəbər gəldi ki, İmam Muhammed Təqi Bağdadda şəhid edilib. Və İmam Hadi əleyhissalam Allahın qeyb elmi ilə, Allahın xüsusi möcüzəsi ilə Mədinədən bir anın içində Bağdada gəlir. Bu bizim üçün təəccüblü bir şey deyil. Bu Quran-ı Kərimdə də isbat olunmuş bir şeydir. Həzrəti Süleyman əleyhissalamın qissəsində var. Asif ibn Bərxiya gedir taxtı, Bilqeysin taxtını gətirib gəlir bir göz qırpımında. Bu insanın bacaracağı bir şeydir. Yəni insan üçün bu insanın ruhunda, potensialında qoyulan bir halda sadəcə insanı bugün o günə salıblar ki, insan artıq belə şeyləri heç vaxt bacarmadığına görə bunları xurafat bilir və yaxud da əsassız bir şey hesab edir. Amma əsassız deyil. Bunların hamısının əsası var. Sözüm onda deyil. İmam gəlir, öz atasını kəfənləyir, qüslün verir, namazını qılır və ondan sonra bu birilər mötəsim gəlir, şərəfsiz, utanmaz imama namaz qılır. Və minlərlə insan yazılır ki, Bağdadın küçələrin insan seli bürümüşdü. İmam Muhammed Təqinin dəfninə görə küçələrə çıxırlar. Hamısı ağlayır, fəryad qoparır. Xəlifənin özü baxıb dəhşətə gəlir ki, bu qədər insan var imiş Bağdadın içində ki, İmam Muhammed Təqiyə belə hörmət eləyirmişlər. Və gətirirlər onu öz babasının məzarının yanında, Qureyş qəbirstanlığında Həzrət İmam Musa Kazım əleyhissalamın yanında dəfn edirlər və bu dəqiqədə məzarı Kazimiyyə deyilən və yaxud Kazimeyn deyilən həmin o bölgədə Həzrət İmam Muhammed Təqi əleyhissalam və Həzrət İmam Musa Kazım əleyhissalam bir yerdə dəfn olunublar və o mübarək məzar bu gün də Əhl-i-Beyt dostlarının xidmətindədir. İnsanlar gedib o mübarək məkanı ziyarət edirlər. Oradan hacətlərini istəyirlər Allahdan. Ümid edirəm inşallah tez bir zamanda Allah bizə də o mübarək məkanın ziyarətin nəsib edər inşallah. Və İmam Muhammed Təqi əleyhissalamın şəhadəti ilə əlaqəli söhbətimiz, qısa söhbətimiz bura qədər. Allah nəsib eləyər. Müəyyən vaxtlarda da imamın həyatından müəyyən hissələrə toxunarıq Allahın izni ilə.